Azərbaycan iqlim tipləri dərsini izah edirəm. Deməli, Azərbaycan iqlim tipləri 4 hissəyə bölünür. Bax, yarım səhra, baxın. Yarım səhra. Bax, burada da kitabı əsasən 10-cu sinifdən izah edirəm. 10-cu sinifdən. Burada da görürsünüz, mülayim və subtropik iqlim qurşağına bölünür Azərbaycan. Əsasən bilirsiniz, subtropikdir, Aral dənizdir. İndi müxtəlif tiplər bölünür. Hansı tiplərdir? 4 dənədir. Yarım səhra, mülayim isti, soyuq, dağ tundra. Yarım səhradan danışaq, ən çox təbii ki, hansıdır? Yarım səhra quru çöl iqlim tipidir. Yarım səhra quru çöl iqlim tipi 50%-ni əhatə edir Azərbaycandan. Birinci görürsünüz ki, bir nömrə qışı mülayim keçən yarım səhra quru çöl iqlimidir və burada görə hansı ərazilər düşür? Burada Samur Dəvəçi ovalığı, bax bu ərazilər Samur Dəvəçi ovalığıdır. Sonra Abşeron, Qobustan, Küraraz ovalığı, Gəyin İncə hərəmi, Gəncə Qazax, bax burada Gəncə Qazax, Qarabağ düzüdür, Ceyrançöl, Acınoğur. Bu ərazilər qışı mülayim keçən yarımsəhra quru çöl iqlimidir. Görürsünüz ki, düzənliklərdir çoxsanda. Bəzi düzənliklər var, yarımsəhraya düşmür. 2 nömrə qışı soyuq keçən yarımsəhra quru çöl iqlimi. Görürük ki, 2 nömrə hardadır? Naxçıvan Arazboy düzənliyində. Sonra mülayim isti iqlimə keçək. Mülayim isti iqlim isə 3 yerə bölünür. Mülayim isti iqlim 3 yerə bölünür. Qışı quraq keçən mülayim isti iqlim. Görürsünüz, yəni adından görürsünüz ki, qışı quraq keçir. Yəni qışda yağış yağmır. 3 nömrə haradır? Baxaq, bu hansı ərazilərdir? Təbii ki, Qanaxayırçay düzənliyi. Sonra Kiçik Qafqazın ətəkləri. Mülayim isti iqlimi 1400 metrə qədər olur. Bir də Böyük Qafqazın cənub-şərqi. Yəni Kiçik Qafqazı burada şəklini çəkim. Kiçik Qafqaz dağları. Aşağı hissədə ətəkləri nə oldu? 3 nömrəsini yazıram. Qışı quraq keçən. Qışı quraq keçir. Mülayim isti iqlim. Sonra 4 nömrə yayı quraq keçən ərazilər. Yayı quraq keçən ərazilər bax Lənkəran ovalığını deyəcək. Görürsüz, bax düzənlik olsa da necə keçir? Yayı quraq keçir. Qışda payızda ən çox yağış yağır. Bir də Talış dağlarının hündür yerləri. Az qədər də Kiçik Qafqazın cənub-şərqi də var burada. Böyük Qafqazın cənub-şərqi də var. Amma biz əsasən Lənkəran ovalığı və Talış dağlarının daha hündür hissələrini deyə bilərik. Yəni Lənkəran ovalığı yayı quraq keçir. Sonra 5 nömrə yağıntıları bərabər paylanan mülayim isti iqlim. Bunu belə də öyrənə bilərik ki, Azərbaycanda ən çox yağış yağan yerlər götürə bilərik. Məsələn, Azərbaycanda ən çox yağış yağan yer Talış dağının ətəkləridir. Görürsünüz 5 nömrə haradır? Talış dağlarının ətəkləri. Sonra harda var? Böyük Qafqazın cənub yamacı. Bax görürsünüz Böyük Qafqazın cənub yamacında da 5 nömrə, yəni yağıntılara bərabər paylanan mülayim isti iqlim var. Bir də Qusarmalı düzənliyi. Bax bu əraziləri nə deyə bilərik? Qusarmalı düzənliyi. Yəni Böyük Qafqazın bu dedik ya Şəki-Zaqatala, bu Böyük Qafqazın cənub yamacı gedir. Dağların ətəyi hissələri. Yəni bu Böyük Qafqazı bu şəkildə çəkeyim. Nömrəsini yazıram, siz biləcəksiniz. Yəni 5 nömrə nədir? Yağıntıları bərabər paylanan mülayim isti iqlim. Sonra keçdi soyuq iqlim. Soyuq iqlim də mülayim isti iqlim tipi kimi 3 yerə bölünür. Yenə bax olduğu kimi yayı quraq keçən, qışı quraq keçən, bütün fəsillər bol rütubətli soyuq. Yayı quraq keçən soyuq iqlim bir dənə hara deyəcəksiniz inşallah Naxçıvan. Qışı quraq keçən soyuq iqlim isə 7 nömrə. Baxın, Yansislə. Görürsüz də Yansislə. Sonra Kiçik Qafqazın baxın orta dağlıq hissələri 2700 metrə qədərdir. O da deyim ki, soyuq iqlim 2700 metrə qədər olur. Gəlin burada yazıram 7 nömrə. Fikir verək. Kiçik Qafqazın ətəyindən zirvəsinə doğru çıxaq. Ətəkləri nə oldu? 3. Qışı quraq keçən, mülayim isti. Orta hissələri 7 nömrəyə fikir verin. Qışı quraq keçən yenə soyuq iqlim. Yəni Kiçik Qafqaz dağlarının aşağı hissəsi qışı quraq keçən mülayim isti iqlim. Ortası yenə qışı quraq keçən bu səfər soyuq iqlim olmalıdır da yuxarı qalxdıqca soyuq iqlim. Yəni Kiçik Qafqaz dağlarının qışı quraq keçir, qışda az yağış yağır. Aşağı hissəsi mülayim isti iqlim, orta hissəsi qışı quraq keçən soyuq iqlimdir. 7 dedik. Sonra bütün fəsilləri bol rütubətli soyuq iqlim. 8 nömrə bir dənə harda deyəcəksiniz? Böyük Qafqazın cənub yamacı 2700 metr hündürlük. Bax 8 nömrə. Öz xəritə düzdə, Atlasuzda da baxa bilərsiniz. Bax bura ərazilər 8 nömrə deyəcəksiniz. İndi 5 nömrə nə idi?
Baxın 5 nömrə, baxın Böyük Qafqazın cənubi yamacı 8-in aşağısı deyil belə. Yağıntıları bərabər paylanan mülayim isti iqlim idi. Dağın aşağısı nədir? Yağıntıları bərabər paylanan mülayim isti iqlim. Orta hissələri isə baxın 5-dən sonra 8 gəlir. Bütün fəsillərə bol yağıntılı soyuq iqlim. Mənaca bir-birinə yaxındır da. Yağıntılara bərabər paylanan mülayim isti iqlim. Onun yuxarı hissəsi isə il boyu bərabər rütubətli soyuq iqlim. Uca zirvədə nədir? Dağ tundra. Talış dağlarında deməyəcək. Böyük Qafqazda deyəcəksiniz. Burada Murovdağ, Qarabağ vulkanı yaylası, Zəngəzur deyəcəksiniz. İndi sizə məsələn imtahana da belə bu şəkildə düşə bilər. Məsələn, deyə bilər ki, Mingəçevirdən Bazardüzünə doğru iqlim tiplərini sayır. Belə bir ox qoydu. Mingəçevirdən düzür. Mingəçevir nədir? 1 nömrə qışın mülayim keçən yarımsəhəri quru çöl iqlimi. Sonra 3 nömrə Qanı-Xəirçay gəlir. Deyəcəksiniz qışı quraq keçən mülayim isti iqlim. Sonra 5 nömrə gəlir. Yağıntıları bərabər paylanan mülayim isti iqlim. Baxın, bax, Böyük Qafqazın cənub yamacıdır. 5 nömrə yağıntıları bərabər paylanan mülayim isti iqlim. 8 nömrə il boyu bərabər rütubətli soyuq iqlim. 5-dən 8 bir-birinə bənzəyir. Uca zirvədəki təbii ki, dağ tundra. Yaxşı, belə düşə bilər. Mingəçevirdən Murovdağa. Mingəçevir yenə qışın mülayim keçən yarımsəhəri quru çöl iqlimi. Gəldi Kiçik Qafqaz. Yenə də baxın. Burada 3-dən 7. 3 qışı quraq keçən mülayim isti iqlim. Orta dağlıq 7 gəlir. Qışı quraq keçən bu səfər soyuq. Uca zirvə dağ tundra. Və yaxud da Xaçmazdan gələ Bazardüzünə. Xaçmaz qışın mülayim düzənlidir. Yenə 1 qışın mülayim keçən yarımsəhra. 5 nömrə, baxın, nədir? Qusar mavi düzənliyi gəlir. Yağıntılara bərabər paylanan mülayim isti iqlim. 7 nömrə qışı quraq keçən soyuq iqlim. Uca zirvə dağ tundra. Naxçıvan. Naxçıvandan baxaq. Arazboyu düzənliklər. Qışı soyuq keçən yarımsəhra. 6 yayı quraq keçən soyuq. Uca zirvə dağ tundra. Burada mülayim isti iqlim yoxdur Naxçıvanda. Variantlarda düşsə mülayim isti iqlim götürməyəcəksiniz. Bu belə. Bunları sırana, məncə bu dediklərimi yaza da bilərsiniz. Sonra burada diaqramlar da düşür. Məsələn, Zaqatala. Görürsünüz ki, qışı quraq keçib. Çünki Zaqatalanın bilirsiniz, Qanı-Xəirçaya düşür. Bax, burada 3 nömrə. Qışı quraq keçir. Temperatur da mənfiyə düşmür. Bu diaqramı görəndə Zaqatalı götürə bilərsiniz. Sonra Naxçıvan görürsünüz, temperatur mənfiyə düşüb. Yağış çox az yağıb, 271. Sonra Lənkəran ovalığı dedik ki, Lənkəran ovalığı. Baxın, burada 4 nömrə rənginə də görə bilərik. Yayı quraq keçən mülayim isti iqlimdir. Görürsünüz ki, yayı necə keçib? Quraq keçib, payızda və qışda daha çox. Əsasda payızda daha çox yağış yağır. Yağış da ki, 1402 mm. Bunu görürsünüzsə, bilin ki, Lənkəran ovalığı. Belə, dərsimiz bu qədər.